Hello everyone. Salam hər kəsə. Bugünkü dərsimiz 4-cü sinif dərsliyindəndir. Unit 7, Lesson 4, bölmə 7, dərs 4. Team up, komanda olaq. Exercise 1, tapşırıq 1. Think about party presentation. Qonaqlıq təqdimatı haqqında düşün. Name a list of things to do. Ediləcək şeylərin siyahısını qur. Yəni uşaqlar, qonaqlıqda biz nələr edəcəyiksə, onların siyahısını quracağıq. Party presentation, qonaqlıq təqdimatı. Bake a cake, tort bişirmək. Make decorations, bəzək işləri görmək. Bəzəkləri hazırlamaq. Hansı işləri edirsinizsə, ad günü qonaqlığı olsun, fərqli bir qonaqlıq olsun, onların siyahısını hazırlayacaqsınız. İkinci tapşırığa baxırıq. Share your list. Öz siyahınızı paylaşın. Act out the party presentation. Yəni, qonaqlıq təqdimatını canlandırın. Are you baking a cake? Sən tort bişirirsən? Yes, I am. Bəli. Yəni, bu kimi suallarda hazırlayıb təqdim edə bilərsiniz. Üçüncü olaraq, team up and make a party jobs job. Yəni, uşaqlar, komanda olursunuz, qonaqlıq işlərinin siyahısını düzəldirsiniz. Yəni, işlər kimləri görəcək? Tortu Leyla bişirəcək. Bəzəyi Günay edəcək. Yəni, onların işləri və qarşısındakı adları qeyd edəcəksiniz. Yəni, job iş, who kim tərəfindən edildiyidir. Məsələn, bake a cake, tort bişirmək, Carl veriblər. Make decoration, Sarah veriblər. Yəni, dekorasiya, bəzək işlərini görmək. Send invitations, dəvətnamələri göndərmək, Tom. Buy snacks, qəlyanaltılar almaq, Katie. Wash the dishes, yəni qabları yumaqsa Jack. İşləri bölüşdürüblər. Məsələn, nümunə olaraq yazıblar ki, I am washing the dishes. Mən qabları yuyuram. Yəni adı olan Jack'dir və Jack'in də adının qarşısına hansı iş qoyulubsa, onlar bu formada bunları icra edirlər. Siz də bu formada hər hansı bir təqdimat edərkən işləri formada bölüşdürə bilərsiniz. Eyni zamanda cədvəl hazırlaya bilərsiniz. Exercise 4, tapşırıq 4. Complete the words, sözləri tamamlayın. Yəni sözlər burada heca formasında verilib, sözləri biz düzəldərək, hecaları birləşdirərək söz formasına gətirəcəyik. Birinci sözümüzün hecası bizim sodur. Təbii ki, bu soda ilə uyğun gəlir. Bu formada işarə edəcəyik. Digər hecamız senddir. Send, yəni sandwiches olacaq bu formada. Və digər tərəfi də bu formada. Lemonad sözümüz var. Lemonad sözü bu formada edəcəksiniz. Digər sözümüz isə candy olacaq. Yəni konfet. Şirin mənasında gedə bilər. Yəni uşaqlar, bu formada sözləri düzəldəcəyik. Soda, sandwiches, lemonade and candy. Digər, answer the Ricker's riddle. Yəni uşaqlar, Ricky'nin tapmacasını tapın, cavablandırın. Burada bizə ipucular veriləcək. İpuculara uyğun olaraq biz hərfləri yerləşdirib sözü tam olaraq tapacağıq. My first letter is in the t-shirt but not in shorts. Mənim ilk hərfim t-shirt sözünün içindəki hərfdə var, amma short sözünün içindəki hərfdə yoxdur. Baxırıq ki, bütün hərflər ortaqdır. Yəni T, S, H, R, T hərfləri hər iki sözdə var. Yalnız I hərfi t-shirt sözünün içində var, amma short sözünün içində yoxdur. I hərfi dediyimiz, yəni I hərfi. Ona görə birinci hərfimiz I hərfi olaraq qeyd edəcəyik. İkinci cümləmizə baxırıq. My third letter is in wet but not in pet. Mənim üçüncü hərfim wet sözünün içində var, amma pet sözünün içində yoxdur. Baxırıq ki, I və T hərfləri hər iki sözün içində var. Yalnız V hərfidir ki, wet sözündə var, amma pet sözündə yoxdur. Ona görə üçüncü hərfimiz V hərfini yerləşdiririk. Və üçüncü cümləmiz. My eighth letter is in bike, but not in bake. Mənim 8-ci hərfim bike sözünün içində var, amma bake sözünün içində yoxdur. Baxırıq ki, B hərfi hər iki sözdə var, amma I hərfi yenidən görürük ki, bike sözündə var, amma bake sözündə yoxdur. Ona görə 8-i yenidən biz I hərfi yerləşdiririk. You send me to friends for a party. Siz məni dostlarınıza qonaqlıq zamanı göndərirsiniz. What I am, mən nəyəm? Yəni uşaqlar, burada biz qonaqlıq zamanı yoldaşlarımıza göndərdiyimiz təbii ki, dəvətnamə olacaq. Ona görə invitation sözünü yerləşdiririk.
Beləliklə, invitation sözünü yerləşdirdik. Son olaraq bizə verilən 6-cı tapşırıqdır. 6-cı tapşırıqda səhifə 58-59 iş dəftərindən işləməyimiz istənilir. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. See you next lessons. Növbəti dərslərdə görüşənədək.